Zəngilan şəhərinin 1-ci yaşayış məhəlləsində tikinti işləri sürətlə davam etdirilir. Artıq işlərin böyük hissəsi tamamlanıb. Yaşayış məhəlləsində 2 və 3 mərtəbəli binalar inşa olunub. Məhəllədə 6 yerüstü dayanacaq, bir günəş panelləri ilə elektromobillər üçün enerji doldurma məntəqəsi planlaşdırılıb. Yaşayış məhəlləsində uşaq və idman meydançası da yer alacaq. Yaşıllıq zonası ilə əhatə olunacaq ilk yaşayış məhəlləsi Zəngilan şəhərinin mərkəzi hissəsində yerləşir. 1-ci yaşayış məhəlləsi 2 hektar ərazini əhatə edir və burada 12 binanın tikintisi aparılır. Binalardan 8-i 2 mərtəbəli, 4-ü isə 3 mərtəbəlidir. 1-ci yaşayış məhəlləsində tikilən binalarda 104 mənzil var və onlar 1, 2, 3, 4 və 5 otaqdan ibarətdir. Zəngilan şəhər məktəbi, biznes zonası və mərkəzi küçə yaşayış məhəlləsinin yaxınlığındadır. Məhəllədəki binaların inşasına müasir və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən də istifadə edilib. Burada inşa olunan binaların da üzərində günəş panelləri, dayanıqlı tikinti materiallarından daha çox istifadə olunur. Ümumilikdə 1-ci yaşayış kompleksində tikilən 12 binanın qaba işləri yekunlaşıb. Daxili mühəndis işləri tamamlanıb. Mənzillərdə daxili bəzək işləri görülür və binaların fasadı yekunlaşmaq üzrədir. Şəhərdaxili kommunikasiya işlərinin də müəyyən hissəsi yerinə yetirilib. Hazırda binalardakı tikinti işlərinin 80%-i yekunlaşıb. İşlər başa çatdıqdan sonra Zəngilan şəhərindəki 1-ci yaşayış məhəlləsinə sakinləri köçü nəzərdə tutulub.